Bütün məktəbin içində zavuç mənə dedi ki, oğlun dəlidir, apar onu dəlixanaya. Bir ananı bundan betər nə sındıra bilər? Xəstə övladı olan analara demək istəyirəm ki, bu sizin günahınız deyil. Bunu bir cəza olaraq deyil də, bunu bir əslində mükafat olaraq görməyə öyrənin. Mənim övladım belə olmasaydı, mən belə olmazdım. Əslində o mənim bütün egomu qırıbdı. Yoxsa ki mən dünyada heç kəsi saymazdım. Əgər xəstə uşaqla sən o dərsi almırsansa, bəzən o nəsil tükənə bilər. Umurdunuz deyə küsürdünüz? Hə. Əlvizi üzün. Yəni bir həftə uşağın ömrü qalır. Hər bir problemli uşağın anası və atasının bir sualı var. Bu mənim başıma niyə gəlir? Yoldaşım bir müddət məni biraz tək qoymuşdu bu uşaqla. Mən uzun müddət onu bağışlaya bilmirdim. Ondan sonra mən dedim ki, stop. Nəsə düzgün getmir. Əlinizdən nə gəlirsə eləyin, amma yaradanla onu eləyin. Sadəcə 21 gün dinləməklə insan artıq şuur aldı. Bütün proqramlar dəyişir.